Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Es-sabi'u el-mehdudiyye. Tekribu zalik enne kulle mevcudin min mümkinatil alemi mehdudun bi hududin ve kullu mehdudin lehu haddun. Fel-alemul imkani lehu haddun gayru mehdudin ve huve sirful vücud dəf'an lid-davri və təsəlsül. Allahın vacibəl vücudun varlığın isbat etmək üçün gətirilən dəlillərdən də biri məhdudiyyət dəlilidir. Bura qədər 6 dəlil barəsində bəhs etdik. 7-cisi məhdudiyyət dəlilidir. Qısa olaraq məhdudiyyət dəlilinin bəyanı bundan ibarətdir. Aləmdə olan bütün varlıqların hamısı kullu mevcud min mümkünatil alem. Aləmdə olan mümkün varlıqların hamısı məhdudun bi hududin. Hər bir varlığın özünə məxsus həddi və hüdudu vardır. Ən azından həddi zəmani, həddi məkani, müəyyən keyfiyyətlərə və müxtəlif xüsusiyyətlərə malikdir ki, həmin varlığın hüdudunu bəyan edir. Bu suğra. Bəs varlıq aləmində gördüyümüz, müşahidə etdiyimiz, dərk etdiyimiz bütün varlıqların hamısı məhduddur. Bu suğra. Kubra. Kullu məhdudin lehu haddun. Hər bir məhdud olan varlığın bir hədd verəni, ona hüdud hədd verən varlığa ehtiyacı vardır. Yəni, əgər biz qəbul etdiksə suğrada ki, bu aləmdə olan bütün varlıqların hamısı məhduddur, məhdud olan varlığa bir hədd verən, onu həddləndirən, onu məhdud eləyən bir varlığa ehtiyacı vardır. Bu da kubra. Amma nəticə də bundan ibarətdir ki, mümkün olan aləmin elə bir hədd verəni, hüdud verəni vardır ki, o özü məhdud deyil. O ibarətdir sirful vücuddan ki, həmən vacibəl vücuddur. Əgər desək ki, bəli, aləmi imkan məhduddur bi hüdudin, ona hədd verən özü də nədir? Məhduddur. Yenə sual gələcək, əgər o özü də məhduddur bəzi hədlərə və hüdudlara, ona da hədd verən bir varlığa ehtiyac vardır. Ya təsəlsül lazım gələcək, ya doğru lazım gələcək. Doğru və təsəlsülün də biz batıl olmağını isbat etdik. Bəs xülasə olaraq suğra, kubra, nəticə, məhdudiyyət dəlili bundan ibarətdir. Mümkünat aləmində olan bütün varlıqların hamısının özünə məxsus həddi, hüdudu vardır. Hər bir varlıq ki, onun özünə məxsus həddi, hüdudu vardır, ona hədd verən, onu məhdudlaşdıran bir varlığa ehtiyacı vardır. Bəs nəticə, mümkün olan aləmin elə bir varlığa ehtiyacı vardır ki, bu aləmə hədd və hüdud verib, onu məhdudlaşdırıb. O da vacibəl vücuddur. Əgər desin ki, o varlıq özü də məhduddur, burada ya doğru lazım gəlir, ya təsəlsül, bunların da hər ikisinin batilliyini biz isbat etdik. Amma gərək biz burada həm suğranı isbat edək, həm kubranı. Suğra nədən ibarətdir? Aləmdə olan bütün mümkünatın hamısının həddi hüdudu vardır. Buyurur ki, bunun dəlili bundan ibarətdir. Biz mümkün aləmində olan bütün əşyalara nəzər edəndə, onlar haqqında təfəkkür edəndə, istəyir o əşya böyük olsun, kiçik olsun, cəmad olsun, cansızlar, ya nəbat olsun, bitkilər, ya heyvanat aləmi olsun, bütün varlıqların hamısı insanından tutmuş, mələklərinə qədər, əlbəttə mücərrəd aləmdə bəzi bəhslər vardır, amma biz hal-hazırda bu mümkün aləmi ən azından bu maddi aləmki görürük, o ki müşahidə edirik. Bu aləmdə olan bütün varlıqların hamısı böyük olsun, kiçik olsun. Qarışqanı sən nəzərdə tut, ya bir fili nəzərdə tut, ya bir dəryanı nəzərdə tut, ya məsələn böyük meşələri nəzərdə tut. Bunların hamısı, maddi aləmin hamısı, İstəyir cəmad olsun, cansız, ya bitki olsun, ya heyvan olsun.
bunların hamısını biz müşahidə edəndə, bunlarda nəzər və diqqət edəndə görürük ki, bunların hamısının özünə məxsus hududları vardır. Ən azından məkana ehtiyacı var. Ən azından müəyyən zaman daxilindədir. Ən azından müəyyən keyfiyyət vardır hər birində ki, o keyfiyyət başqasında yoxdur. Cəmadda olan xüsusiyyət nəbatda yoxdur. Nəbatda olan xüsusiyyət heyvanda yoxdur. Heyvanda olan xüsusiyyət məsələn insanda yoxdur. Və yaxud da insanda olan xüsusiyyət heyvanda yoxdur, heyvanda olan xüsusiyyət nəbatda yoxdur, nəbatda olan xüsusiyyət cəmadda yoxdur. Bəs hərəsinin özünə məxsus nəyi vardır? Həddi hüdudu vardır. Elə bu baxımdan bu xarici aləmdə elə bir vücudu yoxdur ki, məkandan xaricdə olsun, ya zamandan xaricdə olsun. Bəli, bəziləri başqasına nisbətdə ola bilər ömrü uzun olsun və yaxud da bəziləri nisbətdə böyük olsun, davamlı olsun. Amma hər halda hüdudu vardır, məhdudiyyəti vardır. Ola bilər bir cəmadın ömrü nəbatın ömrünə nisbətdə uzun olsun. Və yaxud da heyvanlar arasında bəzi heyvanlara nisbətdə uzun ömürlü olsunlar. Amma hər halda zamandan xaricdə deyil. Biri ola bilər 5 il olsun, biri ola bilər 100 il olsun. Amma hər halda 100 il onun həddidir. 5 il onun həddidir. Biri böyük ola bilər, biri kiçik ola bilər. Amma hər ikisinin nəyə, məkana ehtiyacı var. Bəli, bir dənə balaca daş elə bir məkana ehtiyacı vardı, öz əndazəsində, öz tutumu qədərində məkana ehtiyacı var. Lakin böyük bir dəryanın böyük bir məsafətdə olan məkana ehtiyacı vardır. Amma hər halda onun da məkanı məhdud, onu məhdudlaşdırır. Bəs bu məqbul bir məsələdir ki, bu imkan aləmində gördüyümüz bütün əşyaların hamısı böyük də olsa, kiçik də olsa, hamısının həddi hüdudu vardır. Ya zaman daxilindədir, ya məkan daxilindədir. Hər birinin özünə məxsus keyfiyyəti və xüsusiyyəti vardır. Ola bilər bəziləri uzun olsun, davamlı olsun, böyük olsun, amma hər halda məhduddur. Bunu deyəndən sonra bu maddi aləmdə ağa buyurur ki, hətta ola bilər mücərrəd aləmində zaman və məkan olmasın, amma onların da məhdud olmağı fəlsəfədə isbat olunmuşdur ki, onların məhdud olmağı bi etibar məratibi vücuddur. Bi etibarı əsbabdır, bi etibarı ədəmi əsbabdır. Yəni, mücərrəd aləmində olan varlıqlarda əgər biz fəlsəfi yöndən baxsaq, ola bilər əqli əvvəl bir mərtəbədə olsun, əqli sani, əgər o uqul-i əşərəni biz qəbul etsək, sadir əvvəl, sadir saniyə nisbətdə nədir? Bir mərtəbəsi vardır ki, o mərtəbə artıq əqli sanidə yoxdur. Hər bir vücudu mücərrəd aləmində də, mələklərdə də onların da məhdudiyyəti vardır. O, özünə məxsus olan mərtəbəyi vücudda başqa bir mücərrəd varlığın vücudu ola bilməz. Bəs diqqət edək, maddi aləmdə olan həddu hudud qayıdır onların nəyinə? Onların zaman daxilində, məkan daxilində, xüsusi keyfiyyətlərə malik olmasında. Amma mücərrəd varlıqlarında özünə məxsus hududları var. Zaman və məkandan xaric olsalar da belə, xatiri o məratibi vücud onların da özünə məxsus həddi və hüdudları vardır. Bu suğra, pəs bu suğra isbat olundu ki, aləmdə olan bütün varlıqların hamısı, imkan aləmində, mümkün aləmində olan bütün varlıqların hamısının nəyi vardır? Həddi hüdudu vardır. Maddi aləmin məkana, zamana, xüsusi keyfiyyətlərə malik olması onların həddini təyin edir. Mücərrəd aləmində olan varlıqlarında hər bir vücudun özünə məxsus mərtəbəsi, dərəcəsi vardır ki, o dərəcədə o birisi yoxdur. Həmin dərəcədə olmaq onun həddini və hüdudunu təyin edir. Bəs isbat olundu ki, mümkün aləmində olan bütün varlıqların nəyi vardır? Həddi və hüdudu vardır. Amma kubra, hər bir varlıq ki, məhduddur. O məhdud olan varlığın nəyə ehtiyacı var? Elə bir ona hədd verənə, ona hudud verənə, onu məhdud eləyən bir varlığa ehtiyacı vardır ki, o özü məhdud olmasın. Buyurur ki, bu formada biz isbat eləyə bilərik. Hər bir məhdudiyyət, bu məhdudiyyət hansı formada olur olsun, istəyir məhdudiyyət zaman baxımından olsun, məkan baxımından olsun, xüsusiyyət baxımından olsun,
ya mərtəbi vücud baxımından olsun, hər halda məhdudiyyət başqa bir varlığın tərəfindən gəlməlidir. Həmin özü, varlığın özü özə nə məhdudiyyət verməz. Bəlkə elə bir varlıqdan bu həddi almışdır ki, o varlıq özü məhdud olmasın. Nə üçün? Əgər bunun həddi zamanisi, həddi məkanisi özü tərəfindən olsaydı, mənası budur ki, bu əmr bunun öz əlindədir. Öz istədiyi kimi özünə eləyə bilərdi, hədd verə bilərdi, özünü qeyri-məhdud eləyərdi. Bu ki, müəyyən bir həddədir, müəyyən bir zaman daxilindədir, müəyyən bir məkan daxilindədir, məlum olur ki, bu məhdudiyyəti elə bir varlıqdan almışdır ki, o özü məhdud deyildir. Bundan əlavə, əgər başqa bir varlıq bunlara hədd verməsəydi, gərək bütün varlıqlar, mümkün aləmində olan bütün varlıqlar hamısı hədd baxımından eyni olardı. Bir halda ki, eyni deyil. Biri uzundur, biri davamlıdır, biri zaman cəhətindən məhduddur. Lakin zamanı uzun müddətlidir. Biri məkan daxilində məhduddur, lakin məkanı başqasına nisbətdə kiçikdir. Əgər bunlara başqa bir varlıq hədd verməsəydi, varlıq baxımından ki, bunların hamısı eynidir, hamısı varlıqdır, hamısı mövcuddur, hamısı vücuddur. Nə üçün oldu bu vücudun həddi, hüdudu bu dərəcədə oldu, o birisi başqa bir dərəcədə oldu? Məlum olur ki, bunlara başqa bir varlıq ki, özü məhdud deyir, onları məhdudlaşdırır. Çünki əgər özləri tərəfindən olsaydı, gərək hamısı bərabər olardı. Çünki vücud baxımından eynidir. Məlum olur ki, bunlara başqa bir varlıq hədd və hüdud vermişdir. Bu hüdudların olması, bu məhdudiyyətin zaman daxilində, məkan daxilində vücud mərtəbəsi baxımından bu məhdudiyyətin özü isbat eləyir ki, bunlar hər halda məluldurlar. Bunların bir səbəbi vardır ki, o səbəb bunlara hədd, hüdud vermişdir. Həqiqətdə o hədd verən varlıqda bizim etiqadımıza əsasən elə bir varlıqdır ki, o kamili mütləqdir, vücudu mütləqdir, özünün heç bir həddi, hüdudu yoxdur. O da Allahu Təbarəkə və Təaladır. Hansı ki, Qur'an-ı Kərimdə ona əziz də deyirlər, üzr istəyirəm, Qur'an-ı Kərimdə ona səməd də deyirlər. Səməd, yəni bütün varlıqlar ona söykənib. Bəzən qəyyum da deyirlər, qəyyum o varlığa deyirlər ki, əl-qaimu bin-nəfsi, özü özlüyündə qaimdir, heç bir varlığa söykənməyib, vücud özündəndir və başqa varlıqlarda ona söykənmişdir. Başqa varlıqlarda qivam verən odur. Ғəni də deyilir ki, ғəni, yəni ya əyyuhənnas, əntumul füqarau ilallah vəllahu vəl-ğaniyyul həmid. Əlbəttə, bu buyurur ki, bu burhanı, bu dəlili başqa bir bəyandan da biz eləyə bilərik qısa surətdə nəzərinizə çatdıraq. O da bundan ibarətdir. Xaricdə olan varlıqların olmazında bizim şəkkimiz, şübhəmiz yoxdur ki. Bu ki, məlumdur. Xaricdə, aləm vücudda varlıqlar vardır. İndi sual bundan ibarətdir. Bu varlıqlar ki, vardır. Bunlar mütləqdir, sirfdir, qeyri-məhduddur, yoxsa yox? Əgər desin, bəli, qeyri-məhduddur, elə biz də istəyirik onu ispat eləyək ki, bu varlıq aləmində elə bir varlıq vardır ki, qeyri-məhduddur, o da Allah Teala'dır. Əgər desin, xeyr, bu varlıq aləmində olan varlıqları mən qəbul edirəm, lakin vacib əl-vücudu qəbul eləmirəm. Biz deyirik, xarici aləmdə olan, məhdud olan varlıqları özü ispat edir ki, burada bir dənə elə bir varlığı var ki, onun heç bir həddi, hüdudu yoxdur. Bu barədə bu məhdudiyyət dəlili barəsində Molla Sədradan da bir nümunə gətirir, həmçinin Əllamə Təbatəbaydan da bir nümunə gətirir ki, bunlar da məhdudiyyət dəlili ilə Allahın varlığını ispat edirlər. İnşallah bunu oxuyaq. Bir dənə dəlilimiz qalır, 8-ci dəlil, tədbir və hidayət dəlili. İnşallah bunu da gələn dərsimizdə bəhs edərik. Əs-sabi'u əl-məhdudiyyə, 7-ci dəlil məhdudiyyət dəlilidir. Buyurur ki, təqrib-i zalik. Bu dəlilin bəyanı. Ənnə kullə muvcudun min mümkünatil aləmi məhdudun bihududin. Mümkünat aləmində olan bütün varlıqların hamısı müəyyən bir həddi və hüdudu vardır. Bu suğra. Və kullu məhdudin ləhadun. Hər bir məhdud olan varlığın,
Nəyə ehtiyacı var? Onun həd verəninə ehtiyacı var. Nəticə fəl-aləmül imkani ləhu haddun qeyru məhdud. Mümkün olan aləmin elə bir həd verən varlığa ehtiyacı vardır ki, onun özünün heç bir həd hüdudu yoxdur. O nədir? Və huve sirfil vücud. O da Allah Teala'dır ki, sirfil vücuddur. Heç bir qeydi şərti yoxdur. Dəf'ən lid-doğru və təsəlsül. Bunun nə üçün deyir? Çünki mümkün bir nəfər desin, bəli, mümkünat aləmi məhduddur. Hər məhdudun da bir dənə həd verənə ehtiyacı vardır. Lakin o özü də nədir? Məhduddur. Sual bundan ibarətdir. Əgər o özü də məhduddur, ona həd verən nədir? Onun da bir dənə həd verənə ehtiyacı vardır. Əgər belə davamlı olaraq getsə, olur təsəlsül. Əgər əvvəlkindən qayıtsa, olur doğru. Bir halda ki, dəf'ən lid-doğru və təsəlsül, həm doğru və həm təsəlsül batildir. Burada bir suğra var, bir kubra var ki, hər ikisini sabit eləsin. Suğra bundan ibarətdir ki, mümkünat aləmində olan bütün varlıqların özünə məxsus həddi hüdudu vardır. Bu ki, əmməs suğra fəliənnə kullə şeyin min əşya ilə aləmil imkani, imkan aləmində olan bütün əşyaların hamısı səğirihə əv kəbirihə, istəyir kiçiyi olsun, istəyir böyücü olsun, cəmadihə əv nəbatihə, istəyir cəmad olsun, ya nəbat olsun, əv heyvanihə. Bunu səğirəhə də oxumaq olar. Əgər bədəli cüz'i minəl kull götürsə, kullun yerinə kullun irabı gəlir. Lənnə kullə şey istəyir səğirəhə əv kəbirəhə. Əgər şeyin özünə bədəl götürsək, səğirihə əv kəbirihə də oxuya bilərik. İmkan aləmində olan bütün əşyaların hamısı səğirəhə əv kəbirəhə, istəyir böyük olsun, kiçik olsun, cəmadəhə əv nəbatəhə, istəyir cəmad cansız olsun, ya bitki olsun, əv heyvanə. Bunların hamısı məhdudətun bil həddil məkani və zəmani və qeyrihima. Bunların hamısı məhduddur, həddi məkanı ilə, hər birinin özünə məxsus məkanı vardır, zamanı vardır. Və qeyrihima minəl keyfiyyət vəl xəsais. Məhduddur bi həddil məkani və zamanı və qeyrihima. Qeyrihima nədir? Min bəyan edilir. Hər birinin özünə məxsus keyfiyyəti vardır, hər birinin özünə məxsus xüsusiyyəti vardır. Hətta bitkilər aləmində bir bitki başqa bitki ilə özünə məxsus keyfiyyətlə fərqlənir. Və liza la vücudə ləhu fi xaricil həddil məkanə fi xaricil həddiz zaman. Elə bu baxımdan bunlardan heç bir varlıq, la vücudə ləhu, bunların heç birinin vücudu yoxdur, fi xaricil həddil məkanı, həddi məkanıdan xaricdə olsun, əv fi xaricil həddiz zamanı, həddi zamanıdan xaric olsun, əv nəhmihuma. Bəli, nəəm bə'duha bin nisbəti ilə bə'zin axərə ə'zəmu, əv ətfəlu, əv ədvəmu. Bəli, onlardan bəziləri nisbətdə, bəziləri böyükdür, bəziləri uzun müddətlidir, bəziləri davamlıdır. Bu ola bilər, bunu biz də qəbul edirik. Bir bitki başqa bir bitkiyə nisbətdə ola bilər davamlı olsun, uzun müddətli olsun. Və lakin kulləhə məhdudətun bil hududil məzkurəti. Lakin bunlardan hamısı məhduddur, o zikr olunmuş hədlərlə, zaman, məkan ya xüsusi keyfiyyətlər. Bu maddi aləmdə. Sonra bu bəlil mücərrədatu eyzən məhdudətun bi həddi məratibil vücud və əsbabihə və ədəmihə. Bəlkə mücərrəd aləmində özünə məxsus həddi hüdudu vardır. Bunların həddi nədir? Burada da artıq məkan və zamanın mənası yoxdur. Bunların həddi məratib vücuddur. Bir mərtəbədə olan, bir dərəcədə olan vücud o birisi dərəcədə yoxdur. Misal vurdum. Əql-i əvvəllə əql-i sani vücud mərtəbəsinin seçilirlər. Və əsbabiha, bunların məhduddur bi əsbabiha. Bunların səbəbə ehtiyacı var. O səbəb olmasa o olmayacaq. Məlum olur ki, bu da məhduddur öz səbəblərinə və ədəmi əsbabiha. Bu suğra və suğra isbat olunur ki, mümkün aləmində olan istəyir mücərrəd varlıq olsun, ya qeyri-mücərrəd olan varlıq olsun, hamısının ehtiyacı var, hamısı nədir? Məhduddur. Və əmməl kubra fəliənnə kullə məhdudiyyətin min əyyi növ imkanət atiyyətun min nahiyyəti qeyril məhdud. Buyurur ki, hər məhdud olan varlıq, bu məhdudiyyət hansı növdən olur olsun, istəyir zaman baxımından məhdud olsun, məkan baxımından, xüsusiyyət baxımından, və yaxud da məratibi vücud baxımından bu məhdudiyyət hər halda atiyyətun. Bu məhdudiyyət gəlir min nahiyyətə qeyril məhdud. Qeyri-məhdud olan varlıq tərəfindən bunlara hədd verilir. La min nahiyyəti nəfsihi. Onlar özlərinə məhdudiyyət vermirlər, hüdud vermirlər. Və illa ləkanəl əmru biyədihi. Və illa əgər belə olarsa, hədd verməli bunların öz əlində olar. Məənnəl məlumə xilafı bir haldır. O ki, məlumdur, xilafı budur. Yəni, öz əllərində deyil. Hədd insana verilən hədd, heyvana verilən
Hədd, hudud öz əllərində deyil. Bu bir məsələ. Hada mudafən ilə ənəhu yəlzəmü minhu musavatu kullu məhdudun mə'ə qeyrihi fil hudud. Əgər başqasının tərəfindən verilməsi idi hudud, lazım gələrdi ki, hər bir məhdud olan varlıq başqa məhdud olan varlıqlardan hudud baxımından eyni olardı. Hamısı eyni zamanda olardı, hamısı eyni məkanda olardı. Hamısının ömrü eyni olardı. Nə üçün? İştirakən fi həqiqətil vücud. Çünki vücud baxımında, vücudun həqiqətində bunlar hamısı nədir? Müştərəkdirlər. Bir halda ki, eyni deyil. Fəl-hudud fil-məhdudat ayətul məqhuriyyəti vəl-mə'luliyyə. Bu ki, mövcudatda hududu, məhdudiyyəti görürük. Bu nəyin nişanəsidir? Ayə bu nişanə. Bu nişanə budur ki, o məqhurdur. Məqhur və mə'luliyyət, yəni bir dənə illət bunları öz tədbiri ilə, öz qüdrəti altında bunlara nə eləyir? Hədd və hudud verir. Və ləzimə ən təntəhiyyə ilə mən leysə ləhu həddun minəl hudud. Bəs lazım gəlir ki, bu məhdud olan varlıqlar müntəhi olsun, yetişsin elə bir varlığa ki, onun üçün heç bir hədd hudud yoxdur. O nədir? Bəli huvə sirful kəmal vəl vücud və leysə huvə illəllahu təala. Buyur ki, o da deyil məgər Allah Teala'dır ki, həmin sirful kəmaldır, sirful vücuddur. O da yalnız və yalnız Allah Teala'dır. Əlləzi əbbər anhu fil kitabil əziz. Hansı ki, Qur'an-ı Kərimdə, Qur'an-ı kitabında ondan təbir gətirilir bis səməd. Səməd, yəni bütün varlıqların söykənəcək yeri. Vəl-qəyyum, əl-qaimi bu nəfsi vəl-müqavvimi li-qeyri. Özü qaimdir, özü özlüyündə başqasına da qivam verir. Vəl-qəni, o da qənidir. O heç bir varlıq adından asılı deyil və bütün varlıqlar ona ehtiyaclıdır. Bu da onun bəyanı. Suğra kubra nəticədə ki, məlum oldu. Və yumkunu təqribul burhanil məzkur bi vəzhin axərə. Mümkündür bu zikr olunmuş burhanı başqa bir bəyandan da nəzərinizə çatdıraq. Və huvə, o da budur. Ənəhu la işqalə fi vücudil mövcudat fil xaric. Şək şübhə yoxdur ki, xarici aləmdə mövcudat vardır. Fə in kana mutləqən və sirfən və məhzəl vücud. Əgər xaricdə olan varlığın arasında bir dənə mütləq sirfil vücud, məhsul vücud vardır ki, heç bir həddi hüdudu yoxdur. Fəhuvəl mətlub. Biz də istəyirik onu isbat eləyək ki, bu aləmdə elə bir varlıq vardır ki, sirfil vücuddur. Vücudu mütləqdir, kəmali mütləqdir, heç bir həddi hüdudu yoxdur. Və illa əgər desin ki, xeyr, xaricdə olan varlıqları qəbul edin, amma sirfil vücudu qəbul eləmirəm. Bu ki, istəlsə məhu. Əgər sən desin ki, varlıq aləmində mövcudu vardır, istər-istəməz burada kamil olan, məhsul vücud olan varlığın lazım tutur. Niyə? Ləənnə likulli məhdudun haddən. Varlıq aləmində olan gördüyümüz mövcudatların hamısı məhduddur. Hər məhdud olan varlığında bir hədd verənə ehtiyacı vardır. Dəf'ən lid-davri və təsəlsul. Doğru və təsəlsul batildir. Bəs deyə bilmər ki, buna hədd verən başqa bir məhduddur. Bu məhduda varlıq verən başqa bir məhduddur. Bu təsəlsul lazım gəlir. Doğru lazım gəlir, o da batildir. Sonra bu və qalə sədrul mütəəllim fi şərhi ələ usulul kafi. Sədrul mütəəllimin usulul kafinin şərhində belə buyurur. Kullu məhdudun ləhu həddun müəyyən. Hər bir məhdud olan varlığın həddi müəyyəni vardır. İzil mutlaq bima huve mutlaq fi aləmil xalq la vücudə ləhu fil xaric. Mutlaq bima huve mutlaq. Bütün cəhətlərdən ki, mutlaq olsun, bu xalq aləmində. Xalq aləmindən məqsəd, yəni bu maddi aləmdə vücud yoxdur. La vücudə ləhu fil xaric. Xaricdə onun vücudu yoxdur. Fəyəhtacu. Pəs əgər hər bir varlığın müəyyən bir həddi vardırsa, fəyəhtacu ilə illətin. Bəs bunlara ki, hədd verilib, bunların elə bir illətə ehtiyacı vardır ki, o illət mühəddidətin, illət onlara məhdudlaşdırır. Qahirətun, ilə illətin mühəddidətin qahirətin. İzə təbiətül vücud, vücudun öz təbiətində yoxdur ki, məhdud olsun. İzə təbiətül vücud la yumkün ən təkuna muqtəziyyətən lil həddil xas. Vücud bimahı və vücud özü özlüyündə mümkün deyil ki, həddi xassın eləsin, iqtiza eləsin. Tələb eləsin ki, mənim həddim bu qədər olsun. Bəs elə bir illətə ehtiyacı vardır ki, o illət hədd verir. O qələbə eləyir, səbəbdir. Və illə ləkənə kullu mövcudun yəzzəmuhu zalikəl hədd. Əgər vücud bunu iqtiza eləsəydi, hamısı vücudluq baxımından eynidir. Hər bir mövcudun həmin həddi xassı olardı. Bir halda ki, vəleysə kəzalik. Bir halda ki, belə deyil. Bəs əgər xarici aləmdə olan vücudların həddi hüdudları müxtəlifdirsə, bir halda ki, vücud baxımından eynidir, məlum olur ki, buna hədd verən bir varlıq vardır. Fəsəbətə,
Bəs nəticə budur ki, ennel haddə lil vücud min cəhətil illətil mübayinə. Bəs vücuda hədd verən varlıq elə bir illət tərəfindəndir ki, o illət bunlardan fərqlidir. Fə kullu məhdudun məlulun la məhalə. Hər bir məhdud olan varlıq məluldur. Bunu yaradan vardır. Fə xaliqul əşya kulləha Fəxaliqul əşyai kulliha, bütün əşyaların hamısını xəlq eləyən, yəcib ən la yəkuna məhdudən fi şiddətil vücud, gərək özü məhdud olmasın vücudun şiddətli baxımından. Və illa, əgər o özü də məhdud olsa, ləkana ləhu xaliqun mühəddid fovqəhu, yəni onun da elə bir xaliqə ehtiyacı vardır ki, onun yüksəkliyində dayansın, ona hədd versin və huva muhalun. O da mahaldır. Niyə mahaldır? Burada da dor ya təsəlsül lazım gəlir. Görün, eyni bəyan ki, Ağay Xərrazi buyurdu, həmin bəyan Sədrül Mütəhəllihinin kəlamında da açıq-aydın şəkildə bəyan edilmişdir. Üsul-i Kafinin şərhində. Allamə Təbatəvaydan bir nümunə gətirir. Bu ki, və qaləl-əllamətü Təbatəvayı Quddisə sirru kullu həqiqətən min həqail aləm furizət. Aləmdə olan bütün həqiqətlərdən hər bir həqiqətin fərz olunur. Kullu həqiqətən min həqail aləm. Hər bir aləmdə olan həqiqətlərdən hər bir həqiqət fərz olunsa, fəhiyyə həqiqətun məhdudə. Hər nə fərz eləyirsənsə elə, aləmdə olan həqiqətlərdən, varlıqlardan hər birinin hamısı müəyyən bir hədlərə malikdir. Liənnəhə əla təqdir və fərz vücudi səbəbə kanət mövcudətən. Nə üçün? Ən azından, hətta bu söz mücərrəd aləminə də şamil olur. Çünki hər bir varlıq ki sən nəzərdə tutursan, onlar barəsində bu söz sadiqdir və doğrudur ki, əgər onların səbəbi olsa, mövcud olacaq. Səbəbi olmasa, mövcud olmayacaq. Bu ibarəyə diqqət edin. Liənnəha, çünki hər bir həqiqət əla təqdir və fərz vücudu səbəbihə kanət mövcudətən. Əgər onun səbəbin biz fərzi etsək, o mövcud olacaq. Və əla təqdir və fərzi ədəmi səbəbihə kanət mədumətən. Əgər onun səbəb və illəti olmasa, mədum olacaq. Fəfil həqiqə li vücudiyə həddun və şərtun müəyyən. Bəs həqiqətdə bunlardan hər birinin vücudu üçün, varlığı üçün bir hədd və şərt müəyyən vardır ki, leysə ləhə vücudun fi xariz zalikəl həddi və şərtil müəyyən. Bəs hər bir həqiqəti ki, nəzərdə tutulur bu aləmin həqiqətlərindən, hər birinin vücudu üçün müəyyən şərt və həddi vardır. Ki, leysə ləhə vücudun, həmin həqiqət üçün vücud ola bilməz fi xariz zalikəl hədd və şərtil müəyyən. Ən azından bu qədər bilirik və yəqinimiz vardır ki, bu varlıq aləmində olan bütün vücudlar əgər səbəbi olarsa mövcud olacaq, səbəbi olmasa mövcud olmayacaq. Və hadəl əmr carin fi kulli şeyin ədəllahi subhanəhu və təala. Buyurur ki, bu söz hər bir varlığın özünə məxsus həddi vardır, müəyyən şərti vardır. O şərt və müəyyən şərt daxilində, hədd daxilində mövcud ola bilər. Bu bütün varlıqlar barəsində caridir. Ədəllahu subhanəhu və təala, Allah Teala'dan başqa. Heysu innəhu leysə ləhu həddun və nihayətun. Allah Teala üçün heç bir hədd və nihayət yoxdur. Bəlhu və həqiqətun mutləqə. Mütləq bir həqiqətdir və mövcudun əla kulli təqadir. Hər bir təqdirdə fərzdə mövcuddur. Və leysə mütəqayyidən bi şərtin və la səbəbin və la yakunu muhtacin ila şeyin. Allah Teala'nın varlığı heç bir şərtə, heç bir səbəbə müqəyyət deyil və heç bir şeyə də möhtac deyil. Bu da Əllamə Təbatəvən kəlamı Şiə Dər İslam kitabında. Və liza qalə əmirül mömin əleyhissalam fi tavsifihi təala fəla ileyhi həddun mənsub. Görürsən, həmin bu dəlilə işarə olunur. Allah Teala üçün heç bir hədd nisbət verilə bilməz. Buxarul Ənvar kitabında. Və xatəbəl İmam Əli ibn Hüseyn əleyhissalam Rəbbəhu fi duahi bi qawli entəllazi la tahid və təkunu məhdudən. Sən elə bir varlıqsan ki, ey mənim Rəbbim, entəllazi la tuhad. Sən məhdudlanmasan fətəkuna məhdudən. Ta ki, nə olasan? Məhdud olasan. Bu da Əli ibn Hüseyn İmam Səccad əleyhissalamın kəlamı. Və fi toqi Muhammed ibn Osman ibn Səid ən Mevlan əl-Hüccət ibn əl-Həsən əl-Məhdi İmam Məhdi əleyhissalamdan gətirir. Câə fi zimnid dua. Bir duanın zimnində belə gəlmişdir. Ya musifən bi qeyri kunhin və ma'rufən bi qeyri şəbəhin haddu kullu məhdudin. Haddə kullu məhdudin. Burada da görürüz, diqqət edin. Ey o musufi ki, vəsf olunur, amma bi qeyri kunhin, yəni zatı bilinmir.
Ma'rufən bi qeyri şəbah, tanınır, amma heç bir şəbəhi yoxdur. Buna diqqət edin. Ya haddə kulli məhdudun. Ey o varlığı ki, məhdud olan bütün varlıqların hamısını hədd verən sənsən. Və fəhəddül vəsət fi hazəl burhan. Nəticə, bu burhanda, bu dəlildə bizim həddi vəsətimiz nədir? Huvəl məhdudiyyə və hiyə min xüsusiyyətil məlul. Bu da məlulun xüsusiyyətlərindəndir. Əl-lazimətü ləhu. Məlulu ki, bu xüsusiyyətlər onun üçün lazımdır. İzla yumkünə ən yücədə məlulun beduniha. Heç bir məlul bu məhdudiyyətin çərçivəsindən xaricdə vücuda gəlməyi mümkün deyil. Bu da 7-ci dəlilin bəyanı. İnşallah 8-ci dəlildə sabah tamamlayarıq. Sonra keçəcək inşallah Allahın sifətləri bəhsinə. Və sallallahu alə seyyidina Muhammed və alihi tahirin.